Deməli saatların Elxan, bu ilk düşən variantlardır. Biraz ən çətin budur, amma bundan sonrakılar əslində daha normal suallardır. Birinci növbədə nə olur olsun, dəqiqə və bucaq arasında, məsələn, belə sual ilk dəfə belə düşmüşdü. 06-05 deyil. Deyir ki, əqrəblər arasında bucaq neçə dərəcədir? Ümumiyyətlə, bir ki, bucağın tapılma düsturu mütləq budur. Modulda, yəni mənfi də olsa müsbət götürsən. 11 vur dəqiqə, çıx 60 vur saat. Məsələn, birinci sualın cavabı nə olacaq? 11-i dəqiqəyə vur, yəni 5 dəqiqə. 60-ı saata vur. Heç nə, 360-dan 55 çıxanda, yəni mənfi 35 olsa da bildin də, müsbət 35 götürsən və bölürsən Hı hı. 2-yə. 152 onda 5. Yəni, burada bir dənə qayda var. Əgər saat 12 saatdan yuxarı verilirsə, yəni söhbət axşam saatlarından gedir, bu zaman 12:00-u mütləq çıxmalısan. Bilsən niyə? Deyirəm ki, mən çıxmasam nə olacaq? Bax 14, 17, 40-ı hesablayanda eləyir məsələn 470 dərəcə. 470 dərəcə yoxdur axı. Təzədən ondan bir dənə də 360-ı çıxmalısan. Elə də eləmək olar. Amma böyük rəqəmlərlə işləməməyə görə daha yaxşı yol budur. Əgər 17-40 verilibsə tab, sən 12:00 çıx, neçə elədi? 05:40. Birbaşa Hı hı. 05:40-ı hesabla. Yəni 11-i vur dəqiqəyə, 60-ı vur saata. Belə balaca rəqəmlə şifa, orada kalkulyator yoxdur axı. Belə daha yaxşıdır da. 440-dan 300-ü çıx 70. 70-i də 140, 140 da 2-yə böl, nə eləyəcək? 70. 70. Amma bir daha deyirəm. Sən bunu bu onsuz deyirsən, yəni 11-i vursan 17-yə, ta ki 12-ni çıxmamısan imtahanda. 60-ı 11-i vursan dəqiqəyə, 40 dəqiqəyə. 60-ı da vursan saata. Hə, indi bunu çıxanda eləyir 430 dərəcə. 430 dərəcə deyilən bir şey yoxdur axı riyaziyyatda. Təzədən Hı 430-dan hı. da bir dənə 360 çıxmasan yenə də 70 qalacaq. Prosta böyük rəqəmlərlə işləməməyə görə ən yaxşı elə birbaşa 12-ni çıx. Çünki kalkulyator yoxdur. Bu belə. Bunları silirəm biraz. İndi bu avqust imtahana düşən bir sual idi. Bax bu sual, bunun qaydası var. Deyir ki, verilmiş saatlar arasında eyni bucağa malik olanlar. Əslində qaydanı bilməsən Elxan neynəyəsən? 03 onu da düsturla tapasan. Nə olan hamısını bir-bir taparsan, hansı ikisinin bucağı eynidir, onu götürəsən. Amma belə bir qısa yol var burada. Deyir ki, mən bunu mütləq belə yazdım. Deyir ki, cəmləri 12:00, 24:00, 36:00 olarsa, Hı. bu saatlar eyni bucağa malikdir. Bax bu qaydadır. Yəni ki, burada məsələn 03 A bəndi 03 sonla bilirsən də bunu toplayanda sonu 00-la qurtarmır, 30-la qurtarır. 1 ilə 5-i toplayanda 13 ilə qurtarır. 2 ilə 4 nədir? 30-la qurtarır. 3 ilə 4. Bax cavab 3 ilə 4-dür burada 100%. İndi bax 04 40-ın üstünə 07 20 gələndə neçə eləyir? 11 bir yadda da gəlir də. Yəni 12:00 olur. 12 oldu. Hı hı. Yəni, əgər cəmləri 12:24, niyə maksimum 36 yazmışam? Ta 48 yoxdur axı. 48 olması üçün gərək 24:00 olsun. O bir də 24. Birincisi belə olsa onsuz eyni bucağa malik olduğunu görə bilirik. İkincisi bilsən də elektron saatda 24:00 yazılmır, ancaq 00. Bəli. Ona görə maksimum 36-ya qədər. Cəmləri əgər 12:00, 24, 18, yəni axşam saatlarda birdən verər də, problem nədir? Belə olanda demək ki, eyni bucaq. Bax, bu qəşəng bir qaydadır. İstəsən bu mənə çəkərsən şəklində. Dursun orada. Ee, belə. İndi dediyim çətin saat və əvvəl istifadə olunan bax bu saatlardır. Deyir ki, 20:00 oldu. Bunun sözü hamısı imtahan suallardır. Deyir ki, 2-3 dəqiqə işlədikdən sonra dəqiqə əqrəbi 11 dəqiqə fasilə verir və yenidən normal işləməyə başlayır. İşləməyə başladıqdan neçə saat sonra o şum əqrəblərin üstə düşdü, real vaxt tapılır. Bu misalda bax Elxan, 2-3 dəqiqə işlədikdən sonra mı 11 dəqiqə fasilə verir, yoxsa 10-15 dəqiqə işlə? Bunun heç vaxt düstura aidiyyəti olmur. Yəni yarım saatdan sonra mı fasilə verib, yoxsa 15 dəqiqə? Bir dəfə fasilə verib da. Nə vaxt verir onun Hı hı. aidiyyəti yoxdur bizə. Biz birinci, bax bu düsturdan, bucaq düsturundan bunu həll eləməliyik. Birinci, saat 20:00 oldu. Bunun dərəcəsini tapmaq olsun. Dedik ki, axşam saat olanda nə edirik?
12:00 çıxır. 13-ün 10 çıxırıq. Bu belə. İndi 11-i vururam dəqiqəyə, 60-ı vururam saata. Ocean 660, o 0 sol tərəf gedir də 330 dərəcə. Belə tapdı. Biraz bunu balacalaşdırım. İndi çətin hissəsi bizə hansıdır? Bax bu xarab saatın düsturu bax budur. Deməli, düstur belədir. Həmin bucaq, yəni 330 dərəcə bərabərdir. 5.5 vurulsun dəqiqəyə. Bizdən həmişə o dəqiqəni soruşacaq, deyil mi? Orada x yazır. Çıxsın 6 vursun gecikmə. Gecikmə Elxan həmişə bax budur. Nə qədər fasilə verib saat? 11 dəqiqə. Bax budur. İndi bunu tapırıq. -66 keçi 396 bərabərdir. 5.5 x. O 3960 imtahanda 55-ə böləsin də. Bu da 70 dəqiqə. İndi 70 dəqiqə bir saniyə nə deməkdir? Normalda 1 saat 12 dəqiqə. Deyil. Sənin Hı saatın -hı. neçə idi? 23:00. Neçə dəqiqədən sonra üst-üstə düşəcək? 72 dəqiqədən sonra. Yəni 00:12-də dayan. cavab olacaq bu belə yazın bir dənə. Bunun üstünə elə ki 72 dəqiqə gəlsən. O da 1 saat 12 dəqiqə olduğuna görə belə cavab olacaq 00:12. Bir ay qəliz oldu. İndi 2 formatını deyim, sonra təkrar izah edəcəyik. Deməli, amma bir dənə də bu şey var. Bax bu real vaxtı bildirir. Real vaxtı. Amma birdən heç vaxt düşmür. Bax, birdən səndən xarab saatı soruşsa, bəs xarab saat neçəni göstərər? Həmişə real vaxtdan çıxırsan gecikməni. Gecikmə. Yəni səndən bunu soruşsa, xarab saatı soruşsa, real vaxt neçədir? 00:12. Bundan çıxmalısan nəyi? Nə qədər fasilə var idi burada? 11 dəqiqə. 11 dəqiqəni. O da olacaq 00:11. Uzun sualdır. İndi təkrar eləyək ki, biraz yerinə otursun. E, Bir saniyə bunların 00:11. hamısını pozun. Deməli, cavab oşun olmuş. Həmişə realı soruşur. Birdən deyirəm xarabı soruşur. Bax bir daha Elxan. 14:00 olsa bir daha deyirəm. Birinci nə edirik? 12:00 çıxırıq. Belə. Bunu da tez bırak vurdu. 11 vur dəqiqə çıx 60 vur saat. Böl 2. Belə. Olsun bu da 120 60 dəqiqə. İndi o gecikmənin düsturunu yazıram. Bucaq bərabərdir. 5.5 x çıxılsın 6 vurulsun. Burada nə qədərdir fasilə? 1 dəqiqə. -6 keçir 66 bərabərdir. 5.5 x 660-ı 55-ə böləsin. 12 dəqiqə. Hə, indi saat 14:00 idi. Neçə dəqiqə sonra? Gəl buradan yazaq bir dənə. İndi real vaxt neçə olacaq? 14:12. 14:12 bu sənin cavabın da həmişə imtahanda bunu soruşub. Amma bir dənə də yazaq. Xarab saat neçədir? 14:11. 4:11. Belə. Amma bir dənə də bir şey bil. Bütün imtahanlarda işə yarayıb Elxan. Bu misalların cavabları bizə hansı cavablar olur? Həmişə dəqiqəsi 12-yə bölünənlər olur. Həmişə. Bunu yadında saxla. Yəni məsələn bax, bu da imtahan sualıdır. 9. Bir də inşallah düşsə o şey yadından sax. Dəqiqəsi 12-yə bölən hansı variant var bir dənə? C variantı. Cavab 100% C-dir. Amma səndən bir dənə xarab saat istəsə problem deyil. Dəqiqəsi 12-yə bölünən bir sənə real saatdır. Buradan nə qədər? Oradan o xarab gecikmə dəqiqəsini çıxırıq. Sonra 3 o dəqiqəni dəqiqə. çıx, xarab da istəsə dey götür. L. Hı İndi -hı. mən orijinalını izah elədim. Orijinalı bu şəkildədir. Bəs bu nədir? Güzgü kimi verilir. Güzgü çətin deyil ha. Güzgü o birlərə baxanda daha ya. Deyir ki, Elxan, 13:27-də evdən çıxmalıdır bu şəxs. O şimdi yatıb qalır. Durur saatına baxır. Prosta atam kimi baxmır da saatına. Güzgüdə baxır saatına. Və görür ki, saat belədir. Yəni bu saat güzgüdür. Bildin? Hı İndi -hı. sən bunu bilirsən ki, real vaxta çevirməlisən ki, görüm neçə dəqiqə gecikməm olub. Yadında saxla. Ümumiyyətlə güzgünü belə eləyə bilərsən də. Məsələn, əgər buradasa, güzgü nə deməkdir? Bu tərəfə keçəcək. Dəqiqə buradasa bu tərəfə keçəcək. Yəni 4, 4-ə qalıb ta ki, nə bilim 21 dəqiqə. Amma bunu düsturla necə eləyirik? Bil ki, option neçə saat olur həmişə? 24 saat.
Həmişə yıxan verilən saatı 24:00-dan verilən saatı çıxanda elə onun birbaşa cavabı alınır. Yəni 24:00-dan normal saatı çıxar. Yəni səhər saat kimi. Saat neçədir? 08 bir 21-dən zaddan yazaq. İndi 24:00-dan bunu çıxa bilmirik deyənə həmişə bir saatı sağa veririk. Artıq bu əzbər yadına saxla ki, 20:60-dan həmişə çıxarsan verilən saatı. Çıxanda nə qalır? 15:39. Bax Elxan, bu misalın güzgü effekti elə bu düsturla tapılır belə. Əslində sən belə də tapa bilərsən. Yəni bunu bu tərəfə qoyun, bunu da bu tərəfə qoyun. Amma bir daha deyirəm. 20:60-dan verilən saata çıxırsa alır. İndi sənin qolundakı real saat neçədir? 15:39. Sən Hı hı. neçədə çıxmalıydın evdə? 13:20. 13:27. Nə qədər gecikmisən? Bundan da çıxmalısan həmişə o 20-dir. İndi gözlə bir dənə 02, 12. Prosta bunun sualda deyir ki, dəqiqələrlə ifadə elə. 02 nə deməkdir? 132 dəqiqədə. 60 plus. Nə qədər olacaq o şey? 132 dəqiqə neynəmsən? Gecikmisən yazımı. Gecikmə. Bax, sıranı diqqətlə yadına sal. 23:60-dan buradan başla da. Bildin, 23:60-dan həmişə verilən saatı çal. Hı hı. Çətin deyil ha. Gəl bir dənə də eləyək. Bax, birbaşa yaz. 23:60-dan nəyə çıxacaq? Neçədir saat burada denə? 11:20. Bir dənə bunu çıxar. Bu sənin birbaşa güzgü effektin oldu. Ta real saatın neçədir artıq? 12:40. Hə, indi evdən neçədə çıxmalıydın burada? Belə. 10:22, 12-də. 10, 12-də. Heç nə də bunu çıxart bir dənə. Nə olur ki? 28. Bu da nə qədər olacaq? Hoşumda 2 saat 120 dəqiqə 148. 148 dəqiqə. Anladın? Bir dənə də Hı. təkrar elə özün. 12-ni özün elə bir dəqiqə saat hanı burada. Hı. Elə oldu. 23:60-dan çıxıram deməli. 10 cavabımız alınır 13:50. Bu evdən də vaxt çıxmalıydı. 12:17-də. Buna da çıxıram 12:17-ni. Qalır 1 saat 33 dəqiqə. Gecikib 93 dəqiqə. Anladın? Belə bir sualdır. Çətin sual deyil. İndi iki dəfə düşdü Elxan. Ondan sonra bunu yığışdırıb çox Orada mən yığışdırıb. bir dənə bağışlayın. Açı bu 23:60-ı tam tuta bilmədim mən. Yox, problem deyil. Bura bax bir dənə. Gözlə. Sən 24:00-dan çıxmalısan nəyi? Dedin ki, məsələn, neçə idi saat burada? Alayım tutsun. Saat neçədir? 10, 11, 10-da. Hə, o 10, 10-da belə. Hə. Hı hı. Mən də deyirəm bunu çıxmalısan. İndi buyur. 00-dan 10 dəqiqə necə çıxaq bəs? Bəs ona görə bir dənə saat var, 24-dən 1 saatı götürürəm, 60 Ha, dəqiqə. başa düşdü, başa düşdüm. Elə Verir. 23:60 özü elə 24:00 oldu da. 24:00 da. Prosta çıxmağa görə Ha, ha, həmişə bir dənəsini verir. Elə suallar olacaq ha, bildin? Verəcək ki, məsələn 13:47 deyəcək ki, çıx bundan 08 məsələn 57-ni. Belə çıxamırsansa, bax buradan 1 saat, yəni 60 dəqiqə götür, bunun üstünə 60 gəl, ver bura. Belə rahat çıx da, bildin? başa düşdüm, başa düşdüm. Bax belə. Bir dənə belə bir sual var. İki dəfə saldılar, sonra çoxdan düşmür. Amma bu ilin sualıdır. Belə qəliz sual oxşasa da yenə də hamısı qəliz gəlir, sonradan düzələcək. Həmin o birinci çətin suala oxşayır. Amma ondan biraz niyə artıqdır? Hər şey eynidir. 16:00 oldu. 2-3 dəqiqədən sonra kiçik dəqiqə 17 dəqiqəlik yenə fasilə verib, prosta real vaxt sürətini alt dəfə artırır. 17 dəqiqəlik müddətdə artırır və sonra normal davam edir. Bu misalda oşum artımdan sonra real vaxtı soruşur. Bu misalın düsturu belədir. Deməli, ara məsafəsi bu bir dənə bunda bir saniyə bura dursun. Deməli, deyir ara məsafəsi plus fasilə. Bu oşum düsturdur. İndi bunu demək ehtiyacı uzun olsa da. Ara məsafəni bir dənə bilsən, bu suallar həmişə asan olacaq. Ara məsafə bilsən nədir?
Saat və dəqiqə əqrəblər arasındakı deyir fərqdir. Yəni burada saat neçədir? 14. 16:00 neçə deməkdir saat? 4 deməkdir, düzdür? Həmişə Hı. bax yadına saxla. Saat 4-dürsə, dəqiqə və saat əqrəb arasında neçə dəqiqə fərq var? 20 dəqiqə. Bax bunu əzbər artıq bir. Saat 13:00 versə, yəni saat 1-dirsə 5 dəqiqə. Düzdür? Hı hı. Bu olsa 00 verilir. Hə 1 isə 5 dəqiqə. Yəni saat 2 olsa 10 dəqiqə. 15 dəqiqə. 20 dəqiqə. Belə gedir. 25, 20, 30, 35 bildin. İndi düsturu belədir. Deyir ki, yazıram düsturu. Deyir ki, ara məsafə nə qədər oldu? Saat 4 olduğuna görə 20 dəqiqə fasilə, məsafə var. Plus fasilə nə qədərdir burada? 17 dəqiqə. Plus həmin fasilə vurulsun artım. Artım budur, özü verir. 6 dəfə artırıb sonra vurulsun 0,5 0,5 bölünsün 11 deyəcəksən mənim bu nədir? Bax, doğrudan elə olsan amma hesablaması asandır. Deməli, fasilə vur, artım vur 0,5. 0,5-ə vurmaq 2-yə bölmək deməkdir. Elə 6-nı 2-yə böl. 0,5-ə vuranda neçə idi? 3. Hı hı. 3 3, dəfə 17, 51. 51, 51-in üstünə bunu gəl, 37. Edir 38 gələndə 88. 89, 88. 88 hə. 51-in üstünə 30. Heç nə. 88-i 38 gəldi 11-ə mənə. bölsən, üstünə 20 Hı. gəlsin. Neçə dəqiqə oldu? 28. Saat 28 dəqiqə. 16:00 idi. 28 dəqiqədən də sonra neçə olacaq? 16, 28. 16, 28. İndi yenə deyirəm, elədikcə öyrəşərsən, problem yoxdur, tələsmə. Bir saniyə. Hər şey rəddə. E, indi istəyirəm vəhşi şəkilə baxmayacağam. De görə 14:00, yəni saat neçə deməkdir? 2. Ara Hı hı. məsafə neçə dəqiqədir bu da? 2-də 10 dəqiqədir. 10 dəqiqə üstü. Başlayaq. 10 dəqiqə plus fasilə 4 dəqiqəlik Hı 4 hı. plus təzən fasilə vurulsun artım. Artım da 4'dür. Vurulsun 0,5 bölünsün 11 plus yenidən ara məsafə. Hesablaması asandır. Yenə 4'ü 4'ə vur 2'ye böl. 2'dir, 8'dir, 8'in son 18, 4'ü 22, 22'nin 22'nin 11'ə böl. 11'ə 2, 12. Saat 14:00 idi. İndi nə olacaq? 14, 12. 14, 12. Anladın bunu? Hı hı. Belə bir şeydir. İstəyirsən bunu da elək geçsin ta 3'dən eyni. Olsun 15:00 saat 3'tür. Neçə dəqiqə fasilə var? 15 dəqiqə. Ara məsafə. 15 15 dəqiqə. dəqiqə. Plus fasilə 6 dəqiqəlik 6 plus 6 vurulsun 4 dəfə artım olub vurulsun 0,5 böl 11 bir dənə də prosta yadından çıxartma. Üstünə təzədən bir dənə də ara məsafən gəlməlisin. 5, 15, 6 vur 4 böl 2. 12, Bu da 30. 18, 33, 30'u bölürsən buna 3, 3, 3, 15, 10. 18. Belə, bildin. Hı hı. Və bir dənə də bu qaldı. Başqa ta saat yoxdur. Deyir ki, saat 23:51-dir. Ən azı sıfırdan fərqli neçə dəqiqədən sonra həmin saat rəqəmləri digər düzülüşün göstərəcək. 23:51-dən sonra Sualı ən başa tez, düşmədim. problemdir, bu düşüb ha imtahana. Ən tez neçə dəqiqə sonra deyir çatacaq bura. Ən tez 23:51-dən sonra bilirsən də 10 neçə gəlir uşu. Hı Yəni hı. ki, 00 olur, 00 olandan sonra başlayır 01 zat belə. İndi Hı hı. mən hansı rəqəm yaza bilərəm bura? Biri gətirək qabağa. Amma ən azı dediyinə görə sonra nəyi yazım? Qoy bir dənə ehtimal yazım. 12 neçə yaza bilərik? Ta ki 35 yaza bilərik. Düzdür? 12, 53 də yaza bilərsən. Deyə bilərsən ki, bəlkə müəllim 21 yazaq. Belə. 21, 35 saat. Mənə denən görə 23:51-dən sonra saat əqrəb istiqamətinə hərəkət edəndə 12:35-ə daha tez çatar, yoxsa 21:35-ə? 12-35'e təbii ki. Bildin? Saat əqrəb istiqamətində gedəndə özün təsəvvür elə də. Mən burada hansı rəqəmləri düzəltdim ki, 23:51-dən sonra ən tez ora çatsın. Çünki ən azını soruşur. Ona görə mən də 23:51-in rəqəmlərdən istifadə elədim. Ən balacaları yığdım da. Yəni 10, 2, neçə yazdım? 53 yoxsa 35? Təbii ki 35. Bildin? İndi
bizə deyir ki, neçə dəqiqəsini soruşur. İndi e, bir dənə bunu şifahi elə. 23:51-in üstünə 9 dəqiqə gələndə neçə olacaq? 00. Bəs indi 12 24:00'da. saat olmalıdır axı. 12 saat hər şey. 12-ni də vursan 60-a. Getdin çıxdın günortaya. Saat 12-dir. Bəs bir dənə də 35 dəqiqədə hərəkət eləməlidir axı. Geyib o saatı çatsın. Bunu başa düşmədin yəqin elə 12-ni 60. Yok. Bax, axşam saat, axşamın günortanın fərqi var ha. Mən deyirəm ki, bax, real həyata qayıt. Axşam saat 10-a, 12-yə qalıb 9 dəqiqə. Hı Bax, hı. real həyat. Hı Günorta 12:35 olması üçün neçə dəqiqə keçməlidir? 9 dəqiqədən sonra Ya. gecə 00 olur. Düzdür? Hı hı. 12 Başa saat düştüm. keçəndən sonra da günorta 12 olur. Burası 12-ni 60-a vur da. Üstünə də 35 gəlsin. Gəl birini də eləyək. Tələsmə başa düşəcəksən. Bunu pozaq. 19:42-dir. Saat əqrəbində hərəkət eləsən. Səncə 19:42-dən sonra bu rəqəmlərdən nəyi düzəldə bilərdi? Ən az. En az 12:49. Yox. 19:42-dən sonra neçə gəlir? Allah çəkmiş. 19-dan sonra 20 gəlir. 21, 22, 23, 24-dən sonra düşür. 19-dan sonra da 20:01. 20 demədə buradakı rəqəmlərdən istifadə elə. Ha, başa düştüm. 21 Aha. 49. 94 unsa yazılması amma Serrano balaca olmalı da. Bildin dəqiq nə demək istəyirəm? Elxan, 19:42-dən sonra ən tez 21-ə. İndi sən mənə nə dedin baya? Məsələn dedin ki 12:49. Düzdür? Hı hı. 19:42-dən sonra hələ buna çatacaq axı. Məndən ən az soruşurdu yenə sən o dediyin səhv. İndi yenə şifahi denə. Şifahi. Birinci bunu 00 eləmək üçün üstünə 18 dəqiqə gəldik. Hı hı. Neçə olacaq 18 dəqiqə gələndə? 20:00. 20:00. 21 olması üçün bir dənə də 1 saat gəlməliyəm. Hı hı. 21:00 üstünə bir dənə də neçə dəqiqə gələ? 49 dəqiqə. 9 dakika. Yəni obşu toplayırsan da deyil neçə dəqiqədən sonra, ən azı neçə dəqiqədən sonra həmin saatın rəqəmlərin digər düzülüşünü göstərəcək. 109. O da 127 dakika. İndi nəysə o elə. Bax belə bir şeydir. Məsələn, saat verilib tutaq ki, nə bilim 20 23 nə bilim olsun 17 belə. Deyir ən azı neçə dəqiqədən sonra üstə düşəcək. Denən görə indi hansı yazaq? 12:37. Nəsə 12 nə yazacağam? 37. Hesablamanı da düz hesabla. 24:00 olması üçün neçə dəqiqə gəlin bura? 43. 43 dəqiqə. İndi gecə 00-dur. Günorta 12-yə düşməlisən. 12 12 vurulub saat. 60'a. Yəni 12 saat. Bir dənə də 37 dəqiqə əlavə. Hı. Anladın? AS'ye düşüb ha Başa bu düştüm. sual. 100 saat imtahan sualıdır. AS'ye də düşmüşdü. Bir də deyəsən BB-yə düşmüşdü bu da. Yəni bax belə bir saatdır. Deyir elə rəqəmlərdən istifadə edir. O bayaqki məsələni bildin də. Məsələn, ta ki 17 e, 23 veribsə, bir dənə də bunu de. Bundan sonra ən tez hansı ada gəlib deyəcək? 17-23 veribsə 10 yok 12 yok da 21-37. 21 37. Düzdür. Hə. 18:00 eləmək üçün burada neçə dəqiqə gəlir üstünə? 18:00. 23 dakika geldik normal olur. 23 dəqiqə nədir Allah seçmiş. 23-ün isə nə gəlmiş 00 Ha, olsun. birinci de rəqəm dedik. Tak, mən o 21-37'nin üstə baxdım. Ora Yox, ora e, baxma. Buradan ora gəlsən olsa. Neçə dəqiqə gəlir? 37 dəqiqə. 37 37 dəqiqə. oldu 18:00. 18-dən 21-ə neçə saat var? 3 saat. Yəni 180 dəqiqə də burada. Üstünə bir dənə də qalır 37. Bildiyin bax belə Hı hı. hesablayırsan hissə-hissə. Başa düşdüm, başa Hmm. düşdüm. Bax belə bu da bizim saat məsələsi.